Salam mənim kanalımın seyirciləri. Paulo Villaggio var idi. Fantozzi obrazı kimi hamı tanıyır onu. Tiyatrodan gəlmiş aktyor idi. Çox güclü aktyorlardan biri idi. Mən tanınmış şəxslərin bioqrafiyasını oxuyan adamam. Yaşdaşana yaxın getmişdi anadan olduğu şəhərə, hansı şəhərdə ki doğulub. Orada yenə tiyatroda çıxışlar eləyir, monoloqlar qoyurdu. İndi qocalığın, yaşlanmağın yaşı yoxdur ki. Yəni bu hissiyat da özünü necə hiss edirsən. İndi mən də öz uşaqlığımı təsəvvür eləyirəm. Anamla dayım demək olar ki, yaşıd idilər, bir yaş fərqləri var idi. İnsanın insana olan sevgisindən danışmaq istəyirəm, bacı-qardaş münasibətlərindən. Mənim indi kanalıma baxanlar bilir də mən həvəskar ovçuyam, profesional balıqçıyam. Mənə bu şeyləri, o anamın raskazları, nəqilləri hələ danışardı ki, Məlikov Ərəssun Hüseyin oğlu. Mən taksi şoförü Qara Hüseynin nəvəsiyəm. Yeri gəlmişkən nəslimdən qalan ağsaqqallardan biri televizor ustası Ədalətdir. Dünən yanındaydım, Allah ona can sağlığı versin. Gedib otururam yanında arada Qara Hüseyndən, babamdan, Ərəssundan, hətta mənim tanımadığım ağsaqqallardan danışır. Allah hamısını var eləsin. Allah ölənlər üzü rəhmət eləsin. Anam o qədər qardaşını çox istəyirdi ki, hələ danışan xatirələrini danışırdı ki, Ərəssunun üstünə it cumdu. Səlyanlıların belə bir sözü var da, cəngin cıraram. Balığın cəngi olur adətən. İtin ağzın əli ilə tutmuşmuş. Biz elə şeyləri kinoda zatda qapa bilməsin, bunu tuta bilməsin. İt ancaq cırmaq eləmişmiş bunu. Sonra Börtükan Çolayın içinə yıxılmağı, evin üstündən, yəni Məlikov Ərəssunun başına gələn şeyləri anam mənə uşaqlıqda nəqil kimi danışıb. Sonra Otay, Babazanən qəsəbəsində, razvetkada, Kürdə balığın qaynayan vaxtında səhər dururmuşlar, Səlyanlılar Güləngəşdir. Güləngəşdən sazanları, çəkiləri asılmış belə. Ta indi biz balaca əl boyda tutuq yox. Çuçuluq, balkondan asarmış belə şeylərmiş. Həmişə rəhmətli dərdi ki, dayımın dərisi möhkəm idi. Börtükan Çolayın içinə yıxıldı, it üstünə cumdu. Sonra bu adam profesional ovçu olmuş, canavarı tutub gətirib bağlamışdı qapıya. Allah cəm ölənləri, dünyadan köçənləri rəhmət eləsin. Yəni, uşağın təxəyyülünün və bu təxəyyül əsasında özünün formalaşmağına nəql, valideynin olub keçənləri nəql eləməyi çox böyük əhəmiyyət daşıyır. Bu qədər.